Bizim bədənimizdə elə bir vitamin var ki, bu vitaminin çatışmazlığında yaddaşımız zəifləyir, demensiya bənzər simptomlar göstərə bilərik, düşüncə qabiliyyətimiz pozulur. Daha sonra depressiyaya meyilli olmağa başlayırıq və həmçinin də ayaqlarda, əllərdə, əzələlərdə keyimə, uyuşma hissi, batma hissi, sanki tikan batır, yaxud da qarışqalanma kimi qəribə hissiyatlar ortaya çıxmağa başlayır. Bununla da yetmir, həmçinin də qanımızda da, qan yaranmamızda da problemlər ortaya çıxır. Sizcə bu vitamin hansıdır? Düz tapdınız. Bu B12 vitaminidir və gəlin bu mövzunu biraz daha dərinləşdirək ki, ümumiyyətlə bədənimizdə bu hissiyatların olması nəyə görə vacibdir və bu durumu necə bərpa eləmək olar, hansı halda bərpa eləməkdə şans var? Bu şəkildə insan bədəninin sinir sistemini görürsünüz. Bu baş beyindir, bu onurğa beyin, bu da periferik sinirlər. Bütün bu sinirlərin üzərində miyelin dediyimiz bir qışa olur. Daha doğrusu periferik sinirlərdə daha çox. Və bu miyelin qışa normalda